Мы выполнили работу, никто не расслаблялся, но еще больше, если вы заметили, мы играли на... Bu oyuna da hazırlaşırdıq. Yəni ki, heç belə ciddi bir dəyişiklik yox idi. Amma əsas məsələ bugünkü gündə o idi ki, bizdə bildiyiniz ki, Əmir Hüseyn var, bombardier yarışında iştirak edirdi və onun üzərində işləmişdi ki, Əmir Hüseyni çempionatın bombardier eləmək. Mən komandaya qoşulanda, komanda bildiyiniz kimi 6 xal geridə idi. Psixoloji komanda yaxşı vəziyyətdə deyildi. Mən bu məsuliyyəti dərk edirdim və gəldik, istədiyimizə də nail olduq, çempionluqla başa vurduq. Mən belə vəziyyətə karyeram ərzində 2 dəfə düşmüşəm. Bu təcrübəm var idi. Yəni əsas məsələ oyunçuların məşqçiyə inamıdır və bu da şükür Allaha ki, deyir var idi. Mənə çox xoşdur ki, yəni bu 19-cu çempionluqda mənim də əməyim oldu, mənim də iştirakım oldu və çox sevinirəm ki, 19-cu çempionluğu komandaya gətirdim. Mən demək istəyirəm ki, 3 əsas məsələ üstündə yəni ki, qurulmuşdu bu çempionluq hansılardır? Birinci məsələ rəhbərlikdir. Yəni rəhbərliyin qoyduğu məqsəd və buna doğru getməyi idi. Birinci bunu qeyd eləmək istəyirdim, rəhbərliyə təşəkkürümü bildirmək istəyirdim. İkinci məsələ, yəni ətrafımda olan məşqçilər, həkim heyəti, məşqçilər heyəti, qapıçı məşqçisi, yəni yanımdaydı. İkinci bunu qeyd eləmək istəyirdim. Да, и третий угол, это, конечно, сами футболисты. Üçüncü məsələ də futbolçulardır təbii ki. Mən də sevinirəm ki, bunu üçüncü olaraq oyunçular elədi və şadam ki, mən bu 3 dediyim əsas məsələnin tam ortasında qərar verdim. Artıq kubok oyununa gəlir qarşıdan. Bu barədə fikirlər necə hazırlaşmağı düşünürlər? Bu oyunda yəni ki, iştirak eləyə bilmərəm, iştirak eləməyəcəm. Çünki mənim kontraktım, müqaviləm bitir. Уже можно будет набраться силы, отдохнуть, побыть семьей, потому что я долгое время был без нее. Deyir ki, mən çox bu uzun müddətdir ki, yəni ailəmdən kənar idim və fürsət yaranıb ki, öz ailəmlə istirahət vaxtımı keçirdim. Məni bütün şərtlər qane eləyir, yəni danışıqlar da artıq deyir, başlamışıq. Yəni əgər hər şey yaxşı olacaqsa, mən çox məmnuniyyətli bu komandada qalıb işləyərəm. Burada əsas məsələ arzuma çatdım deyir, nədir? Yəni istəyim nə idi? Çempionlar Liqasında iştirak eləmək idi və mən deyir 2 dəfə Çempionlar Liqasına çıxmışam. Sadəcə olaraq bildiyiniz kimi Rusiya ölkəsində sanksiya qoyulub, iştirak eləyə bilmədi və deyir bu arzuma inşallah deyir çataram deyir. Sonunda da onu demək istəyirəm ki, Azərbaycan və Bakı mənim çox xoşuma gəldi deyir.